Sabirabad rayonu Cavad kəndində şəhid Abbaslı Elgiz Fuadoğlu'nun anım günü. Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş qəhrəman şəhidimiz Abbaslı Elgiz Fuadoğlu'nun əziz xatirəsi daim qəlbimizdə yaşayır. 9 oktyabr 2025-ci il tarixində şəhidimizin anım günü münasibətilə Cavad kəndində tədbir keçiriləcək. Tədbir saat 10-da şəhidimizin abidəsinin ziyarəti ilə başlayacaq. Daha sonra mərasim iştirakçıları şəhidimizin məzar başına gedərək dualar oxuyacaq, ruhuna ehtiramlarını bildirəcəklər. Bu müqəddəs gündə şəhidimizin ailəsi, yaxınları, kənd sakinləri və bütün vətənsevər insanlar birlikdə onun xatirəsini yad edəcəklər. Elgiz Abbaslı kimi qəhrəmanlarımızın əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq. Onların igidliyi gələcək nəsillərə örnək olacaq. Hər kəs tədbirə dəvətlidir. Vətən uğrunda canından keçən qəhrəmanımıza Allahdan rəhmət, ailəsinə səbr diləyirik. Təqdim etdi Kanal 15 TV, səsləndirdi Əminə Quliyeva.